Bakıda məktəbli bıçaqlanıb. Hadisə Binəqədi rayonu 28 may qəsəbəsində 306 saylı məktəbin yaxınlığında baş verib. 11-ci sinif şagirdi mübahisə etdiyi həmyaşıdına bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. Söz gedən hadisə dayandığım bu ərazidə baş verib. Məlumatlara görə 274 saylı orta məktəbin 11-ci sinif şagirdi əvvəllər sinif yoldaşı olduğu, amma indi hazırda isə Sumqayıtdakı peşə liseylərindən birinin şagirdi ilə bu ərazidə 20 qəpik üstündə mübahisə ediblər. Mübahisə zamanı 11-ci sinif şagirdi əvvəllər sinif yoldaşı olan həmin o yeniyetməyə çoxsaylı bıçaq zərbələri vurmaqda şübhəli bilindiyi üçün saxlanaraq istintaqa cəlb edilib. Yaralı yeniyetmə ətrafda olanların köməyi ilə xəstəxanaya aparılıb. Təbibdən verilən məlumata görə bədəninin çoxsaylı kəsilmiş, deşilmiş yaraları diaqnozu ilə kliniki tibbi mərkəzə yerləşdirilən yeniyetmə əməliyyat edilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir. Yaralının nənəsi Məhliqa Mustafayeva deyir ki, nəvəsi sakit uşaqdır. Əvvəllər həmin cinayəti törətməkdə şübhəli bilinən yeniyetmə ilə sinif yoldaşı olub. Mən valla o uşaq çox pozğun uşaqdır. Bütün tələbələr bilir, uşaqlar bilir. Ondan gedir mənə 20 qəpik ver, bundan gedir pul istəyir. Bundan da istəyirdi, bu da deyir mən vermirəm. Mənim balaca nəvəmdə. İstəyib verməyib, qayıdıb gedəni çırpıbdı bir işçi. Bir də cümanda bax o da o uşağın yoldaşıdır, sinif yoldaşı. O uşaq özünü atıbdı ki, niyə öldürürsən mənim sinif yoldaşımdır. Bakı Şəhər Təhsil İdarəsindən bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır. Uşağın vəziyyəti ölümlə qalım arasında müqayilə edilir. İstətdə, Semeşqada. Semeşqada. Hansı nahiyələrinə vurub? Uşağı bax bu döşündən buradan bıçaqlayıb, ağciyarı cırıbdı. Sonra bağırsıqlara, iki bağırsığının arasından bıçaqlar keçibdi. Sonrasına qolların cırıq-cırıq eləyib, başını cırıbdı. Uşaqda islahat qalmış ki. Qeyd edək ki, hadisə Binəqədi rayon polis idarəsində araşdırılır. Ramal Abdullayev, Cəfər Qasımov, Xəzər xəbər. Üçün bir kampaniya elan eləmişəm mən Araçı Vidadi olaraq. Kampaniyanın bitməyinə bir həftə qaldı. Kim zəng elədi, sifariş elədi. Eləmədisə bir həftədən sonra mənə zəng eləyib demin ki, qardaş, bəs siz bizə bal bizsə demişdik. Harda qaldı o? Niyə kampaniyadan hədiyyəmiz gəlməyib? Son bir həftə. Bir balon kim bir bal sifariş eləsə 1 kiloqramda mən sizə bal hədiyyə verəcəyəm. Hər kəs baxın bu videonu paylaşsın bir-birinə, göndərsin. Hər kəs bu videodan kim əgər bala tələbatı varsa zəng edib sifariş eləsin öz balını. Bir daha qeyd eləmək istəyirəm. Son bir həftə qaldı. Bir balon bal alırsınız 1 kiloqramda mən sizə hədiyyə verirəm. 051 546 39 39. Baxın nömrəmi bir daha qeyd edirəm, yazın özünüzə. 051 546 39 39. Azərbaycanımızın bütün şəhər və rayonlarına da göndərib çatdırmanı tam pulsuz eləyərik çünki. Təşəkkürlər.